Belə düşünürəm ki, ümumiyyətcə milli komandanın uğurunu biz istəyiriksə, çempionatımızda ən azı 4 komanda Qarabağa yaxın nəticələr verməlidir və istəyir yerli çempionatda, istəyir belə deyim də Avrokuboklarda, Çempionlar Liqasında fərq eləmir. Çünki belə olan halda biz milli ilə klubu konkret belə deyim ayırmalıyıq. Bugün milli komandanın heyətində oynayan futbolçulardan neçəsi öz klubunun əsas heyət oyuncusulardır? Az olar. 4-5 də belə deyim, maksimum 5. Məsələn, Elvin indi bu oyunu oynamadı. Elvin Bəhluldur Qarabağda. Elvin Bəhlul. Sadəcə Qarabağın bir üstünlüyü ondadır ki, o qədər rotasiyalar eləyirlər. Yəni çempionatda bəziləri oynamaq. Yeri gəlmişkən son illərdə İstənilən halda da yəni oynayırlar. Diqqəti cəlb eləmədi. Son illərdə Qarabağın 6-7 futbolçusu milli əsas heyətdə oynayır axı. Fransaya qarşı cəmi 2 nəfər. Bəli. Son illərdəki ən aşağı göstəricidir. Bəli. Yəni onu vurğulamaq istəyirəm ki, yəni milli komandada bugünkü gündə bu oyun praktikasından əziyyət çəkib milli komandaya gəlib bu dünya belə deyim də yığmalarına qarşı nə dərəcədə biz ondan uğur gözləyə bilərik o uşaqlardan?